uşağımın əlindən telefonu necə alım? Bütün günü telefonda, planşetdə oyun oynayır. Əlindən alanda da böyük bir isterika ilə qarşılaşırıq. Necə etmək olar? Birincisi, uşağın əlindən telefonu alsanız və ona günlərlə, bəlkə də həftələrlə telefondan uzaq tutsanız, telefona və oyuna qarşı marağını biraz daha da artıracaqsınız və özünüzə qarşı da aqressiv olmalarını üçün şərait yaradacaqsınız. Ondan sonra siz uşağa nəzarət etməyi öyrənin. Yəni deyin ki, sənə telefon verirəm, amma bir şərtlə. Və bu şərti nəzarət altında saxlamağı da uşağı özünə həvalə edir. Deyin ki, amma şərtləri pozsa, cəzam bu olacaq. Yəni bir razılaşma əldə edin. Ondan sonra uşaq artıq özü seçim edəcək. Şərtlərə nəzarət etsin, vaxtı-vaxtı da telefonu təhvil edirsin, yoxsa da ki, cəzasını çəksin. Yəni biz uşağa nəyi öyrədirik? Biz uşağa məsuliyyətli olmağı öyrədirik. Uşağın qarşısını almaq, ona təzyiq etməklə heç nə əldə etməyəcəyik. Amma məsuliyyətli olmağı öyrədə bilərik.